Salam hörmətli izləyicilər, bu gün də sizə maraqlı bir sınaq sualını izah etmək istəyirəm. Sifətə aiddir. Hansı cümlədə düzəltmə sifət ismin xüsusiyyətlərini daşıyır? Yəni düzəltmə sifət isimləşmişdir. Sualı başa düşdük. İndi cavablara keçə bilərik. A bəndi. Qorxunun qulu olmaq köləliyin ən dəhşətli növüdür. Burada düzəltmə sözlər qorxu düzəltmə isimdir, köləlik düzəltmə isimdir, dəhşətli isə düzəltmə sifətdir. Amma necə növdür dəhşətli? Bu isimləşməyib. Necə sualına cavab verir. B bəndi qorxan gözə çöp düşər. Elə ilk baxışdan görürük ki, burada düzəltmə söz yoxdur. Ümumiyyətlə sifət yoxdur. Qorxan sözü isə feili sifətdir. Ona görə bunu da çıxırıq. C bəndi o ilk dəfə idi ki, belə qorxunc sifət görürdü. Burada düzəltmə sifət var. Qorxunc sözü necə sifət? Qorxunc, bu da isimləşməyib, ona görə C-ni də çıxırıq. D bəndi bu yarğandan keçmək çox qorxulu idi. Necə idi? Qorxulu idi. Burada qorxulu düzəltmə sifətdir, amma yenə də isimləşməyib. Y bəndi igidin baxışı qorxağın qılıncından it olar. Burada igid sifətdir, amma isimləşib, yalnız sadədir. Amma digər söz qorxaq sözü. Qorxaq sözü də sifətdir, düzəltmədir və isimləşib. Kimin qılıncından it olar? Qorxağın. Deməli, bu sözə görə cavabımız oldu Y bəndi.